Herkese selamlar dostlar. Bugün yeni bir videomuz ile yeni bir kanalımızın heç vaxt seçmediğimiz bir videosu ile tekrardan karşınızdayım. Uşaqlar, bugün Bed Wars adında bir oyun oynayacağız. Bed Wars nədir? İzah edeyim. Bed Wars budur ki, bizə garaj verirlər. Yəni garaj verirlər deyən necə? Garajın içinə bəzi dəyərli, dəyərsiz əşyalar qoyurlar. Bilənlərimiz var bəlkə də. Dəyərli, dəyərsiz əşyalar qoyurlar və bunu açıq artdırmaya çıxardılar. Biz canlarımızı karparkində açıq artdırma edir deyə o formada. Məsələn, deyirlər ki 450 dollardan başlayırıq. Verən versin. Məsələn, mən deyirəm mən alıram 450 dollar, o birisi deyir 500-ə. Mən deyirəm 550 ta ki belə yəni birimiz bezənə qədər də sərf eləməlidir amma. İndi oynayacağıq. Görəcəksiniz, biz də oradan xeyir qazanırıq. Məsələn, 500 dollarlıq bir əşya var. Biz onu götürürük, satırıq sonra. 500 dollarlıq bir əşya var. Biz onu belə deyək də 650 dollara alsaq həmin o konteyneri, həmin o garajı bizə sərf eləmir. 150 dollar ziyanda olacaq. 500 dollara əşya var. Onu satsaq 500 gələcək. Bizim burada shopumuz var bir dənə. Burada açıq artdırmanı biz indi idarə eləyirik. Yox, satırlar. Mənə şey satırlar. Qızıl satmaq istəyir. Biraz əsəbidir qardaşımız. Ona yaxşı qiymət verəcəm. Vereyim 350. 300 yox, bir dəqiqə. 400 deyil, 345 verək. Əsəbləşdi, əsəbləşdi. Əsəbləşmədi qardaşım. Bu da əsəbidir. 372 verdi. 330 verim də mən buna. 340. Lap əsəbləşdi. 350 verək. 50, 350. Əsəbləşəcək yenə yoxsa 55 verək də əsəbləşməsin. Oha. Aldıq. Ayda, ziyana düşdük. Gördünüz uşaqlar. Məsələn, burada camaatdan alıram 329-a satılırmış bu. Mən də aldım 355. Əsəbləşməyinə baxdım, aldım da nəsə. İndi biz bir dəqiqə buna baxa bilərik. Neçədir? 362. Baha verirsən, sən həm də biraz əsəbi deyilsən. Ondan mən yararlanım 300-ə verim. 327. 310 ölən yeridə. Almırsan, heç satmırsan, satma. Nəysə, biz hara dönək? Biz zibil. Reklamlar doğrudan da adam boğaza yırdı. Zibil. O sözü eşitdiniz. Nəsə. Başladı uşaqlar. Başlayaq. Bizim düşmənlərimiz mat var. Veya rare items at. Yəni deyir, hardadır mənim əşyalarım. Let's go over with. Bunun üstündə, yəni pul qazanmaq üçün gedək. I am here to win. Mən burada qazanmaq üçün. So don't get in my way. Mənim yolumda dayanmayın. Görək. Sarahımız, matımız. Başladıq. Tezbazar başı, quşbaşı 10 dollar eləyəcək. 163 dollar. 334 dollar, 5 dollar. İncələdik əşyalarımızı. 900 dollardan başlatdılar. 950 min. 1000 dollar, 1100 verəcəm. 1100 verdim. Bir dəqiqə. Mat əsəbləşdirdi bizi. 1300 verdim. 1300 verdim. Twice. Mənim 1300-ə buranı aldıq. Xeyirli uğurlu olsun uşaqlar. 1300-ə buranı əldə etdik. Aldıq buranı. Qəşəng. Çox gözəl, çox gözəl. İndi tezbazar baxaq. Bu nədir? 0 o satılmayacaq. 210, o 326. Qəşəng 325-dən başlatdılar. Mən 450 mən. 500 verəm. Alıram. Artırmayın qiymətləri. Bunlar yenə artırırlar. 750 mən alaram. Burada çünki çox pul var. Mən burada nəsə çıxarda biləcəm. 850, 1000-ə qədər gedəcəm. 1000 dollara qədər gedəcəm, aldım. Qəşəng. Yes, aldım. Zaten o sonra 310'a hələ kutuların içindəkiləri də bilmirəm. Onlardan da babat bir şey çıxar da. O bir 850-dən yaxşı xeyrimiz oldu. 358, 43, 189, bu meymun 50. Qəşəng. Burada babat pul var. 400-dən başlatdılar. 450, 470, 550. Bunlar özləri arasını artırırlar. Bir dəqiqə. Geçsin biraz. 750 mən verdim. Ayda diyam. 850 verdim. 850'ye ver. Ayda diyanda mat. O da almaq istəyir. Bilir burada babat pul var. Ayda yenə 1100 aldım da artıran deyiləm. Ver. Yes. Buradan
Alırdım o kadar. Biraz ziyana düştü elə bil. Çünki 1100'e biraz bahalıdır. Kutulardan da azıydı. Buradan buna bakışıyorlar. 516. 50, 516, 50. O yo 516. Buranın İslam 1400. Onu çok başlattılar. Ya bizim 700 pulumuz var. Biraz bastım. Pas attım. Yani oranı olsa da bilmedim. 700 manat pulumuz kaldı. Buranı çalar aldıq, bitdi. Açıq arttırma bitdi. 4 tane konteyner verdilər, 4 tane garaj verdilər. 3'sünü mən aldım deyəsən. Hə, 3'sünü mən aldım. 1100 dollara buranı aldıq. 43 dollar buradan gəldi. 45 dollar, 40 dollar, 45 dollar, 50 dollar, 50 dollar. Buradan babası yanlışdı. 266 dollar, 180 ve ay 14 dollar ziyana düşdü. Dedim de 1100 manata çox aldım. Amma buradan nəsə çıxacağına yaxşı pul toplayacağımıza inanıram. Bazı satılmır. 210'a qəşəng. Bax burada el fenerimiz var 12 dollara. Gitarı nə idi o? Gitaraydı. 136 dollara, skuter 35 dollara, diskler 12 dollar. Buradan çox bir şey çıxmadı. 310 dollar. 306. Of bir dəqiqə çöpənək də var. O da satılmayacaq. 1068 dollar, 218 dollar qabağa düşdü buradan. Elə bil orada 14 dollar ziyan, burada da 200. Of. Buram 1300 aldım mən. Buram aldım. 5 dollar bilyard topu. 210 dollar saksafon. Onun adı nədir alaydı? Nəysə, magnetofon falan hamısını tez sataq. Bunlar toplayırıq. Hələ bunlar satmırıq. Xeyrimizi sonra hesablayacağıq. İnşallah buradan qəşəng bir şey çıxar. 274 qəşəng süper. Bu da kurta. Süper. 258 dollar. Süper. Nə qədər qazandıq? 400. Mırtdaşırsan sən? O birisi aldı 1700 dollara. 1700 dollar oranı aldı. 727 dollar da qabağa düşdü. 2400 dollarlıq əşya çıxıbdı oradan. Yəni bir dənə konteyner aldı, gördünüz də nə qədər şey qazandı. Hə, indi bunlar satdıq. Nə qədər paramız, pulumuz 5400 halaldır. Vallahi da halaldır. 5000 nə qədərdən 5000-dən elə girmişdik də, qaldı nə qədər 5400. Reklam da bitdi. 5400 dollar. Mənim burada satılacaq əşya, burada mənim marketimdir. Burada əşyalar, məsələn, qarajdan çıxan əşyalar hansı xoşuma gəlsə, gətirəm öz marketimdə satıram. Nələrimiz var? Burada bir dənə 329 dollara aldığımız, qazlandığımız kaldenikimiz var. Bunu qoydu satışa. Burada nəyimiz var? Bu nədir? Pianinodur. Bu nədir belə? Bunda 244 dollar. Bunu da satdıq. Qəşəng. Burada başqa nə var? Nəsə də bunları almağa ehtiyac yoxdur. İndi 11-ci level təzədən yenə eləyək. Yox, eləməyək. Niyə eləyəcək? 11-ci dollar deyəndə yəni də bu gedir də. Yenə 4 dənə qaraj verirlər. Nəysə. Başladıq. Bismillah dedik. Arxada bir dənə 340 dollar. 12 dollar, bu neçə? 205 dollar. O nədir su arxada? 305 dollar elədi. Bir dəqiqə. 1400 mən eləyirəm, 1400. Artırmayın. 1700 mən elədim. Buradan yaxşı pul çıxacaq, inanıram. Twice, ver. Yes, qəşəng. Buranı aldıq, super. İkinci garajımıza gəldik. Buranı tez bazar incəlik. Burada işin yoxdur ki. Hamımız kutudur. Hamısını kutunun içine koydular. Davam edək. Buradan 500'dan başladılar. Yaxşı bir şey çıxar. 500'dan başladılanlarda 1400'e qədər sərhəd olur da. 1400'dan sonra ziyana düşür adam. Verdim mən. 1000 dollar ayda bir dəqiqə. 1200 mən verdim. Bir dəqiqə. 1400. Çox verəsi deyiləm. Ya mənlikdir. Riskə düşüm. Attım riskə. 1700 verdim. Yox, istəmirəm. Yox, qaqa. Mən buradan 2000 dollara mən buranı necə alım ki? Oradan nə xeyir düşəcək ki mənə? 2000 dollarlıq bir şey çıxan deyil məncə. 200 dollar, 205 dollar, 13 dollar, 10 dollar. Başa düşdüm. Buradan 350'dən başlatdılar. 1000 dollar alsam nəsə xeyir falan tuta bilərəm buradan. Mən 700 mən verdim. 800. Ver. 950 yenə mən alıram. Eləməyin.
Ayda. Bu mat yox, bunun adı başqa bir şeydir. Əsəbləşir bir artiskili. Ayda qaqa 1100-ə, 1300-ə, yaxşı 1300 alıram. Yoxaya hara alırsan? Yox, istəmirəm. Mənə satıldı. Allah. Uşaqlar, baba ziyana düşdü. Çox böyük ziyana düşdü gözlə. 39-a, 55-ə buradan bir şey çıxacağını inanmıram. Oha! Ne oldu ona? Nəsə geçdi oradan. Bir dənə pasa bastım, ne oldu orada? Collect. 13 dollar, 10 dollar, 200 dollar, 205 dollar, 300. Bir dəqiqə, biz buradan yaxşı pul qazana bilər ya. 2 dollar, bir dəqiqə, 9. Bir dəqiqə, bismillah. Bir dənə qaldı. Xahiş edirəm. Nə qədər satmır? 190 dollar. Ay, dedim də buradan ziyana düşəcək. 151 dollar ziyana düşdü. Bu 151 dollar birinci konteynerdən nəsə çıxarda bilərim. 700 oldu mu mən buranı? Bir dəqiqə 9. Bu 340, bu 44, 205. Oyda deyəm. 516 dollar. Bir dəqiqə. Kutuları hələ açmamışam. Oyda 1968 dollar. 268 dollar 151 də qabaq ziyan eləmişdi. Burada nə qədər qazandıq indi? 2 konteynerdən. Dedim də qaqa şu ziyana düşəcək. 117 dollar qabağa düşdük. Halal uşaqlar bizə, halal bizə. İndi nə var, nə yox, bir dəqiqə. Mən buradan bəzi bir-iki şey götürəcəm. Nə götürək? Öz dükkanımızda satmağa. 2 dənə paltaryanı götürürəm satmağa. Ya da bir dənə paltaryan. Cəmaata nə lazım? Şəkil lazım. Evlərində şəkil qoya bilərlər. Şəkilə ehtiyacları ola bilər. Və bir dənə də bu porsuqda nədir? Onun bir şeyini götürək. Ya da paltaryanı qoyaq, bunu götürək. Bahallardan götürək ki, daha da yaxşı satmaq şansımız olsun. Vəsiyon, 3 dənə qutuluq əşya götürdüm. Onları aparıb indi öz mağazinimdə satacağam. Yenə reklam. Aha, indi. Bu nədir? Bura 2 qızıl veririk və buradan zibildən nəsə pul götürürük. Ver uşaqlar. Aha. İndi zibilləri açaq görək nə qədər xeyrimiz olacaq. Orta zibildən başlamaq istədim. Bu nədir lan? Qəşəng. Super. Uşaqlar, bu nə üçün yarayır? Bu kutuların içində olan əşyaları görməyimiz üçün yarayır. Həmin o kutular var idi, onun içində olan şeylər üçün yarayır. 5 qızıl verib buradan başqa bir şey də ala bilər. Gold, nə qədər gold verir? Ay, nəsə var. Heç bir şey olmaz. Çıxaq. X-ray aldıq. Yəni kutuların içində olan əşyaları falan görürük. Yetdik. Qəşəng. Uşaqlar, bunu alsaq əgər, reklam izləyib 7 qızıl alsaq, oradakı nədir? Zibillikdəki əşyalardan bir ikisini götürə bilərik. Görək indi. Qaqa, reklam istədim, çıxdı getdi yola. Vallahi reklam istədim, çıxdı getdi. Nəysə. Bizim mağazinimizdən necədir durum? Heç bir şey yoxdur. 2 dənə əşya qoyaq. Biri porsuq əşyası. Porsuq heykəli. Bir də şəkil sataq. 4 dənə yerimiz var. 4 dənə də yerə bunları satdıq. Neysə uşaqlar, bu günlük bu qədər olsun. Gələn videolarda görüşərik. Las Vegas. Gələnki şəhərimiz Las Vegas olacaq. Keçmiş şəhərimiz, bunlar yazılmır. İlk başlayan yer buraydı. Nəysə. Gələn videolarda görüşərik. Sağ olun, özünüzə yaxşı bax.